20 aprel tarixində keçirilmiş buraxılış imtahanının riyaziyyat fənnindən sual izahlarına baxaq. 57 nömrəli çalışmada deyir ki, 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzəldilən ən böyük və ən kiçik 6 rəqəmlərin fərqini tapın. Bilirik ki, ən böyük 6 rəqəmli ədədi düzəltmək üçün ən başlanğıcdakı ədəd ən böyük olmalıdır. Burada ən böyük ədəd hansıdır? Deməli, biz 9-dan başlayaraq ondan sonra azalan ədədləri düzməliyik. 9-u yazarıq birinci yerdə. Ondan sonraki ədəd hansıdır? 7. Ondan bir daha az 6. Ondan bir daha az 5. Daha sonra neçə gələr? 3 və 1. Deməli, ən böyük 6 rəqəmli ədəd 976.531 olacaq. Ən kiçik 6 rəqəmi yazmaq üçün burada ən başda duran ədəd ən kiçik ədəd olmalıdır və arta-arta getməlidir. Onda ən birinci yerdə duracaq 1, sonra 3, sonra 5, sonra 6, sonra 7 və 9. Bizdən isə bunların fərqini soruşur. 1-dən 9 çıxsaq, 1 əlavə etsək, 3-dən 1 vaid götürüb, 11-dən 9 çıxarıq 2, 12-dən 7 çıxsaq 5, 14-dən 6 çıxsaq 8, 5-dən 5 çıxsaq 0, 7-dən 3 çıxsaq 4, 9-dan da 1 çıxsaq eləyəcək 8. Cavab olacaq 840.852 A variantı. 58 nömrəli çalışmada deyir ki, rasional ədədlərdən hansı 3də 1-dən kiçikdir? 3də 1-dən kiçik olması üçün məxrəc 3-dən böyük olmalıdır. Baxın, məxrəc 3-dən böyük olmalıdır. A variantına baxıram. Kök altında 6-dan tutaq ki, çıxacaq 2 ilə 3 arasında yerləşir 2,5. Kök 2, 1 ilə 2 arasında yerləşir. Tutaq ki, deyirəm 1,4 çıxır. D variantı da həmçinin 2 və 3 arasında yerləşir. Tutaq ki, deyirəm 2,3 çıxacaq. Kök altında 3 də 1 ilə 2 arasında yerləşir. 1,7 çıxacaq. Amma ki, C variantına baxsaq, C variantında kök altında 15 ədədi 3 və 4 ədədləri arasında yerləşir. Tutaq ki, buradan çıxacaq 3,7 ədədi. Və biz də demişdik ki, məxrəc 3-dən böyük olan variantı götürməliyik. Cavab olacaq C variantı. Növbəti suala baxaq. 59-da deyir ki, ifadənin qiymətini hesablayın. Bilirik ki, kök altında 25-dən nə çıxacaq dostlar? 0,5. Kök altında 16-dan çıxacaq 4. Kök altında 0,36 neçənin kvadratıdır? 0,6-nın. Deməli, mən bu ifadəni 0,5 vur, 4 vurulsun 0,6-nın hasil şəklində göstərə bilərəm. 0,5-i 4-ə vursaq 2, 2-nə də 0,6-ya vursaq eləyəcək 1,2. Cavab olacaq A variantı. 60 nömrəli çalışmaya baxaq. Deyir, istənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? A kəsişir A. Bəli, A çoxluqdur. B variantına baxsaq, A kəsişir B kəsişir C. A kəsişir B kəsişir C. Bu da doğrudur, uşaqlar. Yəni, mötərizənin yerini dəyişəndə həmin ifadənin mənası dəyişməyəcək. D variantına baxsaq, A birləşir A kəsişir B. Bu da doğru variantdır. Daha sonra C variantına baxsaq, A alt çoxluqdur. A birləşir B-yə. Bu da doğru variantdır. Cavab olacaq Y variantı. B kəsişir C-nin alt çoxluğu ola bilməz. Həqiqətən də uşaqlar, məsəl üçün B və C çoxluqlarını götürsək, bunların kəsişməsi yalnız bu orta hissəni verəcək və B bu orta hissənin alt çoxluğu ola bilməz. Cavab olacaq Y variantı. 61 nömrəli çalışmada kubun tilini 1 vaid artırsaq, onun həcmi 19 vaid artar. Dostlar, kubun əgər ki, biz bir tərəfini A-ya bərabər olduğunu fərz etsək, onda həcm nəyə bərabər olardı? A kubuna. Lakin deyir ki, kubun tilini 1 vaid artırsaq, baxın, V1 deməli A kubdur. Başlanğıc halda kubun həcmini A kubuna bərabər etdi. İkinci halda kubun tilini 1 vaid artırsaq, yəni A topla 1 olsaydı kubun tili, onun həcmi 19 vaid artardı. Yəni, mən V2-dən V1-i çıxsam, bərabər olar 19-a. Yəni, A topla 1-in kubu çıxılsın. A kubu bərabərdir 19-a. Gəlin, açaq sadələşdirək bu mötərizəni. A topla 1-in kubu bərabərdir. A kubu topla 3A kvadratı topla 3A topla 1 çıxılsın A kubu. Bərabərliyin sağ tərəfindəki 19-da keçirək sol tərəfə. Çıxılsın 19 bərabərdir 0.
Dostlar, müsbət A kubu mənfi A kubu islah olunacaq. Yerdə qalacaq 3A kvadratı topla 3A. Topla 1 çıxılsın 19 eləyəcək. Çıxılsın 18 bərabərdir 0. Gəlin hər tərəfi bölək 3-ə. Onda alarıq A kvadratı topla A çıxılsın 6 bərabərdir 0. Bunu da vuruqlara ayırsaq Viet teoreminə görə yazarıq ki, A topla 3 vurulsun A çıxılsın 2 bərabərdir 0. Həqiqətən də köklərin hasili mənfi 6-dır, cəmi isə mənfi 1-dir. Buradan da alarıq birinci halda A1 bərabərdir mənfi 3, A2 bərabərdir 2. Uzunluq mənfi ola bilməz, mənfi 3 kökü boş çoxluqdur və tərəfi 2-yə bərabərdir. Bizdən nəyi soruşur? Kubun tilini tapın. Kubun tili olacaq 2 cm B variantı.